Yaqubov, xalq artisti. Həmişə kliplərinə çəkilirdi oğlu. İndi Azərbaycanda yoxdur. Azərbaycandan köçüb gedib Eyüp Yaqubovun oğlu. Təbii ki, bizim media xəbər verir ki, müğənni bir verilişdə deyib ki, övladım Azərbaycanda yaşamır. Artıq xaricdə yaşayır və qeyd edib ki, oğlu ailə qurduqdan sonra Avropaya köçüb. Ümumiyyətlə, gənclər meyillidir Avropaya getməyə. Biz üçün çox gənclər tanıyırıq ki, cəhd edir. Bilmirəm, orada xoşbəxtlik var, orada para var, orada elə pulu qazanan burada da qazanır. Mən bilmirəm, bəzən belə çox meyillidirlər, gedirlər, amma çox, indi Eyüp Yaqubovun oğlu, Eyüp'ün oğlu belə deyim də, oğlu yaxşı dolana bilər, maddi durumu gözəl ola bilər, belə bir oliqarx deyimmi, ya bir yaxşı dolana bilər də, yəni yaxşı bir həyatı ola bilər. Çünki burada atası var, burada bir baza var. Bu adam onu daimi nəzarətdə saxlayır, ona öz dəstəyini göstərirsə, bu başqa bir şey. Amma bir də var ki, köçüb gedirlər. Nə qədər belə buradan köçüb gedənlər tanıyıram. İndi Eyüp müəllim oxusa bunu deyəcək, Sara xanım hardan fırlandı, hara gəldi. Təbii ki, bunun sizə aidiyyatı yoxdur. Sadəcə olaraq deyirəm ki, buradan köçüb gedən çox gəncləri tanıyıram ki, inanın ki, ailəsindən pul istəyir. Mənə pul göndər. Mənə pul göndər. Mən o ailələrə deyirəm ki, siz onları niyə göndərmişsiniz ki, elə burada belə yeyəcəkdilərsə, sizin cüzdanınıza girəcəkdilərsə, elə burada girərdilər də. Deyir, gedib gəlirik, deyir, bir-birimizlə Eyüp müəllim deyir ki, əlaqələrimiz yaxşıdır, o tez-tez gəlir, biz gedirik. Nəvələrimi də deyir, tez-tez vaxtaşırı mütəmadi görürəm.